Gördüğünüz kimi iç kranı çölə verirsə, bu bizim ən birinci problem sayılır. Birinci bu problemi həll etməliyik. Pilot rejiminə gətiririk. Gördünüz, yanmadı. Yəni bunu təzədən etmək lazımdır. Yanana kimi bunu etmək lazımdır. Bu alovun yanmağına xüsusilə diqqət yetirin ki, bu alov burada yanmalıdır. Yanmırsa, gözləməyin bir mənası yoxdur. Salam dostlar, kanalıma xoş gəlmişsiniz. Bu videoda İran sobasının necə düzəldildiyini öz təcrübəmə əsasən detallı şəkildə göstərəcəyəm. Kanala dəstək olmaq üçün abunə olmağı və videonu bəyənməyi unutmayın. Bundan əlavə, bir çoxlarınızın evində olan pütümyotkalarda baş verən problemlərlə bağlı kanalımda başqa videolar da var. İstəsəniz keçib baxa bilərsiniz. Gəlin sobamızı təmir etməyə başlayaq. İran petin sökülmək üçün qapağın burasında gördüyünüz bu dəmiri çıxartmaq lazımdır. Burada gördüyünüz bu dəmir parçasını görürsünüz, aşağı əyridir. Bu əyrisini düzəldib buradan yuxarı qaldırıb krışkanı buradan çıxardacağıq. Şlanqı arxasından açırıq. Gördüyünüz kimi burada 4 ədəd şurupu var. Biri burada, biri burada, biri də burada olmaqla 4 ədəd şurupu var. Bəzən ola bilsin ki, biri də burada olsun. 4 ədəd şurupu açırıq, bu hissəni buradan çıxardırıq içindən. Bütün şurupları açdı, bu hal-hazırda boşalıb. Bu İran peçinin gələndə arxasında, yəni bu farsunka bunun içində düz formada olur. Gördüyünüz kimi farsunkanın uc hissəsi buradan çıxmış olur. Biz farsunkanı buradan tərpədəndə, baxın, görürsünüz, bu da tərpənir. Burada bir deşik kimi bir şey var. Siz farsunkanın içindən bunu çəksəniz, çıxartsanız, görürsünüz, farsunka içindən çıxmış olur. Yerinə salanda da eyni qaydada bu farsunkanın üzündəki nazik dəmiri bura salmağa çalışın. Siz rahat formada farsunkanı bura salacaqsınız. Farsunkanı gördüyünüz kimi bunun içindən belə dartırıq, sola fırladırıq və gördüyünüz kimi buradan çıxmış olur. Biraz da sola fırlatsaq, tamamilə buradan çıxdığını görəcəyik. Gördüyünüz ilk öncə farsunkada alışmanı yoxlamaq üçün birinci, yəni gördüyünüz kimi iç kranı çölə verirsə, bu bizim üçün ən birinci problem sayılır. Birinci bu problemi həll etməliyik. Bu problemi həll etmək üçün əgər bunu çıxardın buradan, bu əgər partlayıbsa, bu indi bayaq partlamışdı, biz bunu kəsdik, yenidən taxdıq. Gördüyünüz kimi yenidən taxdığımızda rəğmən yenə də korpusa verir. Nə edəcəyik? Biz bunu bura salıb üstünə azca izolent vuracağıq. Varınızdırsa calaqlar üçün korublar olur. Uyğun ölçüdə birini seçərək üstünə keçirib düzəldə bilərsiniz. Gördüyünüz kimi iskanı bizim üçün lazım olan yerə vurur. Hal-hazırda yəni burada iskara vurmalıdır. İndi qazımızı taxaq, yoxlayaq görə necə işləyir. Gördüyünüz kimi ofdadır. Bunu biz içəri basırıq. Pilot rejiminə gətiririk. Gördünüz, yanmadı. Yəni bunu təzədən etmək lazımdır. Yanana kimi bunu etmək lazımdır. Yəni hər dəfə ola bilsin ki, vuranda yanmasın sizdə. Siz bunu yanana kimi etməlisiniz. Gördünüz, yanmadı. Yandı, saxlayın. Gözləyin, şam qızsın. Şam qızmalıdır. Bunu basılı formada saxlayırsınız pilot rejimində. Gördünüz, söndü. Bir də yoxlayırıq. Gördünüz, söndü. Bu gördüyünüz hal şamın xarab olmağıdır. Şam da gördüyünüz bu datçikdir. Onu sökəcəyik, dəyişəcəyik və burada bir dəyişiklik var. Onu göstərəcəm sizə. Onu etdikdən sonra daha da yaxşı formada bu işləyəcək. Bu alüminium boruya xüsusilə diqqət yetirin. Başlıqları və özü həssasdır.
Gördüyünüz bu xarab hissəni dəyişirik və bu yanmaq problemi həll olunur. Gördüyünüz kimi həmən xarab olan hissə 2 manat 50 qəpikdir. Bunu ehtiyatla açın, çalışın bu gördüyünüz mis turbanı kəskin əyməyin ki, zədələnməsin. Eyni qaydada götürdüyümüz kimi yerinə qoyacağıq. Bizim burada edəcəyimiz dəyişiklik nədir? Gördüyünüz biz bunu buradan bu formada çıxartdıq. Gördüyünüz kimi şam alt hissədədir. Zajiganya, yəni vuran, iskra vuran hissə yuxarı hissədədir. Biz bunu dəyişib tərsinə taxacağıq. Yəni bu hissə yuxarıda olmalıdır. Nəyə görə yuxarıda olmalıdır? Buradan yəni gələn alov birbaşa buna dəysin. Buna yox. Dəyişəcəyik bunu, yenidən yoxlayacağıq. Gördüyünüz bu detal bayaq belə durdu. İndi bu dəyişdiyimiz üçün belə durdu. Biz bunu yenidən əyib bu formaya gətirməliyik. Mən əlavə olaraq bu gördüyünüz İran peçinin alt hissəsidir. Yəni buradan rezba olur, ştuçer, şlank bura taxılır. Bu hissə bizim farsunkaya gedən hissədir. Bu hissə isə bizim şama gedən, yəni bunu qızdıran hissədir. Altında klapan olan idarə etmə hissəsidir. Yəni o videoda gördüyünüz bütün çıxıltı yəni burada baş verir. Burada gördüyünüz bu 2 dənə nastroyka idarə etmə. Bu farsunkaya, yəni əsas ki açırsınız, verirsiniz farsunkaya ki alov qalxır yuxarı. O farsunkaya verilən bu 2 ayar onun üçündür. Zavod ayarına dəyməyin. Zavod ayarları yəni ideal olur da, yəni çox əlləməyinizə ehtiyac yoxdur. Burada isə İçində filtr var. Filtr hissəsi bu şama gedən, yəni bura gedən ki alüminium turba var ki bayaq dedik, o həssasdır. Həmin turba bura bağlanır. O birisi hissəsi isə bura bağlanır. Filtrin rolu tozun pasın qarşısını almaqdır. Bu şam əgər zəif yanırsa, bunun içini təmizləməyə çalışın. Sadəcə hava ilə üfürərək bunu ya da ki kompresor vasitəsilə, yəni təzyiqli hava ilə bunun için təmizləməyə çalışın. Bir buradan, bir buradan. Amma çalışın içinə iynə qətiyyən salmayın. İynə salsanız videoda gördüyünüz formaya yəni düşə bilər. İynə salırsınız, içindəki o pərdə dediyimiz yer dağılır, yəni deşik böyüyür. Böyüdükdən sonra isə buradan yəni güclü alov çıxmağa başlayır. Bu alovda hissə yəni səbəb olur. Hissə də səbəb olmağı o deməkdir ki, buqar yaradır. Ümumiyyətlə bunun içindəki bütün hissələr addelini yəni hissə satılır. Və xarab eləsəz, yəni narahat olmağa ehtiyac yoxdur, yenisini ala bilərsiniz. Bəzi nadir hallarda şam bildiyiniz kimi bu hissədə olur şam. Bu gəlir, bu hissə bura qoşulur. Siz bunun içini açsanız, görəcəksiniz bunun içində qaz klapanı var. Çox nadir hallarda bu qaz klapanı xarab ola bilir. Bunun xarab olduğunu necə anlaya bilərsiniz? Basırsınız, şam yanır, buraxdıqda sönürsə, yəni bu hissəni dəyişdiyinizə rəğmən, bunu yuxarıya verdiyinizə rəğmən, bilin ki, bu hissə xarab olacaq. Açın bunu. Bunu açmaq biraz çətin olur. Bunun yəni zavod bulomba olur. Biraz çətinlik yarada bilər. Bunu bunun içindən çıxardıb bunun da yenisi olur. Addelini formada dəyişə bilərsiniz. Və yaxud da istəsəniz bütün də satılır. Yəni bu hissəni bütün də dəyişə bilərsiniz. Bəzilərində burada biraz belə böyük bir şey də var. O regulyatordur. Regulyatorun üstündə ayarı var. Sola tərəf qurub qazı çoxalda bilərsiniz. Sağa tərəf fırladıb qazı biraz boğa bilərsiniz. Məsləhət görürəm zavod nastroykasına dəyməyin. İndi isə videomuza keçək. Peçin yandırılma qaydası offdadır. Bunu basırsınız, pilot rejiminə çevirirsiniz. Gördünüz, yanmadı. Bu yanmadısa, yəni gözləməyinizin mənası yoxdur. Dala qaytarın, yenidən yoxlayın. Gördünüz, yanmadı. Dala qaytarın, yenidən yoxlayın. Yandısa, deməli gözləmək olar. Bu alovun yanmağına xüsusilə diqqət yetirin ki, bu alov burada yanmalıdır. Yanmırsa, gözləməyin bir mənası yoxdur. Pilot rejimdə basılı formada gözləyirik, bu alov yanır, yanılı qalır. Yəni bu qədər yanmağı kifayətlidir. Gördüyünüz kimi alov yanır və buraxmışam yenə də işləyir. Mən hal-hazırda bunu sola versəm farsunkaya qazımız ötürüləcək. İndi hal-hazırda iynəni dəyişdiyimiz üçün, bunu açdığımız üçün biz
Bunu alovunu yoxlamalıyıq ki, yəni burada gördüyünüz kimi buradan çölə verir. Yəni biz bunu bir arada sıxmalıyıq. Ümumiyyətlə hər tərəfini çalışın, bunların yoxlayın ki, yəni bunun heç bir birləşmə yerlərindən buraxmamalıdır. Hər tərəfini çalışın, yoxlayın. Pilot rejimindədir. Bunu sola versək, gördüyünüz kimi farsunkaya qazımız getdi. Hal-hazırda petimiz işləyir. Ustanovka eləyirik üstünə, yoxlayırıq, təhvil veririk. Bu videomuz bura qədər. Videoda nəsə aydın olmadısa və ya başqa sualınız varsa şərhlərdə yaza bilərsiniz. Cavablandırmağa çalışacağım. Yeni videolarda görüşənədək hələlik.